Salam dostlar, hər vaxtınız xeyir olsun. 7 fevral 2026-cı il həftə sonundan 8 qarşılaşmanı siyahıma almışam. Videonun sonunda isə bu qarşılaşmalardan əlavə 2 oyun haqqında fikrimi deyəcəm. Onları ayrılıqda istəsəz dəyərləndirə bilərsiniz. Unutmayın ki, bunların heç birisi 100% bir şey deyil. Sadəcə mənim şəxsi fikirlərimdir. Garantisi 0%dir. Yəni, bu yatırım məqsədi ilə deyil, sadəcə şəxsi fikirlərimdir. Deməli, Manchester United Tottenham qarşılaşmasında evin 1.5 qarşılıqlı gol 2.5 olacağını fikirləşirəm. Pauli ilə Stuttgart qarşılaşmasında isə 3.5-6 olacağını fikirləşirəm. Wolfsburg Dortmund qarşılaşmasında 2.500, deplasmanın səfərin 1.5 qarşılıqlı gol olacağını fikirləşirəm. Arsenal Sunderland oyununda evin qələbəsi, evin 1.5, ümumi 2.500. Wolverhampton Chelsea qarşılaşmasında sadəcə səfərin qələbəsi, Barcelona Mallorca qarşılaşmasında sadəcə evin 1.5 fikirləşirəm. Gladbach Leverkusen qarşılaşmasında ümumi 2.500, bir də səfərin 1.5 fikirləşirəm. Newcastle Brentford qarşılaşmasında isə qarşılıqlı gol və evin 1.5. Bu 8 oyun siyahıma aldığım oyundur. Bu qoyduq bir kənara. Bir də Portuqaliyadan Moreirense Gil Vicente oyunu var. Orada evin uduzmayacağına, hətta qalib tərəf olarsa bunun ev olacağını fikirləşirəm. Təbii ki, bu çox risklidir, çünki evin qələbəsi 3.60-dır. Tüt şansı 1.55-dir. Amma dəyərləndirmək istəyən olsa, evin bir topunun onda 1.50-dir. Dəyərləndirə bilər. Bir də Bundesliga 2-dən, Almaniya 2-dən Darmstadt Kaiser oyunu var. Orada da evin qələbəsini fikirləşirəm. Bir daha qeyd edim ki,